Anlasam nasıl bir şey, neyse dostlar. Bugün sizden bu cici insanlardan danışacağız. Fərqi deyirəm. Mənim qabağıma cici insanlar çıxar. Əsəb oram. Amma əlimdən YouTube'a da girmə olmur. TikTok'a qoyun qırağa. TikTok'da o qədər sövsənlər var. TikTok'a qoyaq qırağa. YouTube'da da yavaş YouTube'un da çıxır. Nə bu sözü deyirəm. Siz anlıyorsunuz yani. Bazı insanlar bunu anlıyor. YouTube'daki bambalı insanlar, ne bileyim MTKC, ne bileyim o bu. Size diyorum bugünleri qabağıma bir video çıxdı. Böyle bir səhər buna da deyirlər ki, hamıya 200 tane adama deyirlər ki, en zəhləs yani en nerede adı? Zəhləs getdi, ad nədir? Hamı əli deyirdi. Həqiqi deyirəm. O videonu indi bir qoyuram, baxın o videoya. En sevmediğin erkek ismi? Ali. Nefret ettiğiniz erkek ismi? Ali. En sevmediğiniz erkek ismi? Ali. Allah'ın aslanı Ali, hakikat dastanı Ali. Videoya baxdınız və görürsünüz da, həqiqi deyirəm bizim bu millət Türkiyədədir ya. O video Türkiyə olmasına baxmayaraq biz Əlinin adını yaratmağa, çünki bilirsiniz də o ad kimin adıdır? Həzrəti Əlinin adıdır. Bir gün əslində başqa video çəkəcəkdim. Amma bu insanların xiyar hərəkətləri məni əsəbləşdirir. Bir də dostlar, mənim TikTok səhifəm var. Xahiş edirəm, adı Nurlan Məmmədli 110. Girin, düşəcək qabağıza. Vura biləcəlliyinin şəkili var. Qabağına nəsə qoyaram mən bura. Mənim 12 yaşım var, heç mən hələ hərəkətdə eləməliyim. Hələ sözlər deməliyim. Bir günlər video çıxdı qabağıma. Deyir ki, mənim olarımı yarıda bilərsəm, at qısmı. Dedim, mənə nə bilim, səni nə bilim, demirəm də o söyüşkə. Sən nə bilim, neyiniyim, sən qeyrət, nə bilim, nə. Həqiqi deyirəm, cil sözdə deyirəm, mənim heç kimin deməsin. Kişi, söyüş söyləmə, indilər, kişi söyləmə. Kişi deyəndə yəni ki, xanımadır sözüm var. Kişilər başa düşdü, kişiləri. Hayır, oğlanlar başa düşdü ki, söyüş söyləmə. Kızlar, siz niye həlləyirsiniz? Ha? Kızlar, siz niye beləsiniz? Hamı yani mən bilmədiyim soruşların yazısını bilir. O kız, ne var bu kız. Həqiqi deyirəm. Bir gün əslində başqa video çəkəcəkdim, amma bu insanlar mənə bezdiribdi. Həqiqi deyirəm ki, Azərbaycanda hamı yola pisə gedir. Yani onlar biz nə söz demək istəyirəm. Biz de insanıq, biz de kişiyik, biz de oğlanıq və bizim də şeydir. Amma biz bütün gün TikTok'da canlı açıb onu bugün demirik. Heç mən TikTok'da canlı yani açmaram da. Oraya bir dəfə açaram, onda da gereğini oynayarım. Bir daha TikTok'da video görürəm, hər dəfə çıxır qabağıma. Məndən inciməsin. Deyək TikTok'da mən canlı yani girip PUBG oynayanda kimsə mənə girip bot yazsa o söyləyəcək. Yəni söyləyəcək. Botdur. Bot yazdılar. Qayıt deyən ki, bot yazmayın. Deyəcək indi deyirəm də. Onlar bizi nə eləmək lazımdır? Əgər Balqaş da deyir. Baxın, kimsə girib bot yazsa, sevmişsinizsə o kanal çıxın gedin. Girmeyin. İstəmə, bot kim oynuyor qaqa? O sən şeylənir, mağaxlandım. Sən gir izləyəsənsə, izləmişsən, sevmişsənsə, davay, sevmə şey var, sevir. Yəni, mən də bəyəmədiyim insanlar girib təkrar yazmıyor. Məsələn, bayram yoxlama mənim qabağıma çıxdı, hə? Mən heç utanmırsansa yazmıyorum.
Heç nə yazmıram. Mən sevirəm, deyirəm, neynirəm, baxmıram. Sevirəm. Amma buna boş yazırlar, nə bilim. Bizim millət söyləyirlər. Çox danışmaq istəmirəm, çünki əsəblərim pozulur, Allah. Pozulanda da nəysə, sağ olun, Allah haqqı. Bu insanları şey eləmək lazımdır. Nəysə, sağ olun, qalın.